Yoldaşlar, inventarla bağlı FIFO, LIFO, AFCO hissəsini. Hədiyyəli suallarımız gələn dəfədə olacaq. Belə baxıram, hədiyyəsiz aktivlik olmur. Gərək biraz xərzə düşəm. Deməli, yoldaşlar, indi keçirəm Inventory Valuation Method. Bunlara deemed. Deemed hesab edilən, sayılan deməkdir. Yəni, nəzərdə tutulur. Əslində belə bir şey yoxdur. Mən elə hesab edirəm deməkdir. Burada biz 4 dənə metodikanın adını görəcəyik, amma yalnız ikisini istifadə edəcəyik. Adını görməyimiz sadəcə tanışlıq xarakteri daşıyır. Heç bir halda vurğulamadığım, dərsdə danışmadığım hissələrə fokuslanmırsınız. Ümumiyyətcə, onun varlığını unudursunuz. Və soruşacaqsınız, niyə onun məlumatını verirsən, əgər unudacaqsa, hər ehtimala nə vaxtsa qarşınıza çıxar, onun nə olduğunu da bilməliyik ki, niyə cavabı seçməli olduğumuzu qəbul edək, seçməməli olduğumuzu başa düşək. FIFO. First in, first out. Necə istəyirsiniz tələffüz eləyin, çox da vacib deyil. FIFO, FIFO, nə bilim, FIFO, necə istəyirsiniz. First in, first out. AFCO, average cost. LIFO, last in, first out. Specific identification. First in, first out nə deməkdir? Birinci daxil olan birinci hesabatdan çıxır. AFCO, orta xərc metodu. LIFO, sonuncu daxil olan birinci hesabatdan çıxır. Specific identification, spesifik deməli, müəyyən etmə, identifikasiya. Hərf tərcüməsi çox da dəyişmədi, amma yenə də. Biz IFRS-də yalnız, daha doğrusu FA syllabusunda yalnız ikisindən istifadə edəcəyik. FIFO və AFCO. LIFO IFRS-də qadağandır. Baxın, ay yoldaşlar. Biz öyrənmirik yox ha, qadağandır. LIFO-dan istifadə etmək olmaz. Niyəsini növbəti dərslərdə izah edəcəm. Specific identification bizim syllabusda yoxdur. FIFO-nun məntiqi nədir yoldaşlar? First in, first out. Ana dilimizdə qarşılığı belə olur. Anbara xronoloji ardıcıllıqla. Xronologiya nədir? Tarix üzrə ardıcıllıq. Xronoloji ardıcıllıqla birinci daxil olan məhsul birinci satılmış hesab edilir. AFCO. Ambarda olan məhsulların hər dəfə orta qiyməti tapılır. LIFO, last in, first out. Ambara sonuncu daxil olan birinci satılmış hesab edilir. Görürsünüz yoldaşlar, burada biraz durğu ilə vurğuladım o hissələri, hesab edilir. Baxın, bu metodikalar fiziki ayırma demək deyil. Yəni, mən FIFO metodundan istifadə edirəmsə, Inventory Valuation metodda, o demək deyil ki, birinci daxil olanı birinci satıram. Birinci satılmış hesab edirəm. Yəni, bunu accountant, yəni mühasib anbarda baxmır nə baş verir. Hesabatda yazanda. Güya birinci satılıb hesab eləyir. Bir daha deyirəm. Bunlar deemed, yəni hesab təxmin assumptiondur. Yəni mən ambara xronoloji ardıcıllıqla, yəni birinci hansı gəlibsə, satanda güya, dəftərə yazanda güya onu birinci satmışam. Qeydiyyatda elə yazıram. İndi bu mənə nə verir? Rəqəmlərə baxacağıq. LIFO-da isə güya sonuncu gələni birinci satmışam. Bir daha təkrar edirəm. Bu fiziki ayırma demək deyil. Bu yalnız hesablamadır. Anbardar məhsulların satışını necə tənzimləyir, onu biz görmürük. Görməyə də məcbur deyilik. Nümunə üzərindən baxaq, tam aydın olacaq. Məsələn, FIFO metod, ekrandakı rəqəmlərə baxaq. Təsəvvür eləyək ki, belə bir rəqəmimiz var və burada bizim tarixlərimiz qeyd olunub. Xronoloji ardıcıllıq olduğuna görə. Date'lərimiz
Martın 1-i, 3-ü, 10-u, 16-sı və s. Və burada tranzaksiyaların mahiyyəti qeyd olunur. Hamısına baxsaq, birinci, opening, başlanğıc inventarım. Baxın yoldaşlar, rəqəmlərə fikir verək, diqqətli olaq. Başlanğıcda, yəni ayın birində, ambarımda 20 ədəd n number'ın n-idir. 20 ədəd, hər biri 5 dollardan olan məhsul var idi. Totalda 100 idi. Sonradan martın 3-də alış elədim. Purchase. 30 ədəd, hər biri 10 dollardan. Ayın 10-da yenə alış elədim. 15 ədəd, 14 dollardan. İndi sual. Mart ayının 16-sı tarixində 33 ədəd, hər birini 30 dollardan satış eləmişəm. Sual. Bu 33 dənənin satışın maya dəyəri, daha doğrusu satılmış malların maya dəyəri necə hesablanmalıdır? Mart ayının 16-sında satış eləmişəm. FIFO metod nə deyir? Birinci alınmış məhsul birinci satılmış hesab edilir. Baxın yoldaşlar, biz burada görmürük ambarda nə baş verir. Sadəcə bilirik ki, ambarda bunlar var. Elə bilin ki, ambarın qapısı açılanda işıq sönülü olur. Mühasib görmür ki, oradan fiziki olaraq hansı götürülüb. Bu məhsuldanmı götürülüb, yoxsa bu məhsuldanmı götürülüb? Mühasib bunu görmür. Qaranlıqda otaq. Əlini atıb təsadüfi olaraq 33 dənə məhsul götürüb. Amma dəftərdə onların alış tarixlərini bilir. Özünə sual verir. Mən neçə dənə satmışam? 33. Qayda mənə nə deyir? Birinci aldığını birinci satılmış hesab elə. Xronoloji ardıcıllıqla hansı birinci gəlib hesabata? Martın 1-i. Yəni 20 dənə. Yəni mən bu 33-ün ilk 20 dənəsini sanki bu 5 dollardan götürmüşəm. Bu bitdimi? Bəli. Plus geriyə 13 dənə qalıb, düzdürmü? Tamamlanmalı. 33-ün 20-sini tapmışam. 5 dollar. Geri qalan 13 dənəni sanki bu 30-un içərisindən götürmüşəm. Üstə gəlirəm. 13. Bir dənəsi neçədəndir? 10 dollardan. Yəni 33 dənə məhsulun maya dəyəri nədir sualına cavab? 100 plus 130. Məndən soruşsa ayın 16-sı ambarında nə qaldı? Cavab 30 dənədən 17-si qalıb 10 dollardan və 15 dənənin də hamısı qalıb 14 dollardan. Gəlirəm növbəti satışıma. Ambarımda nə qalıb? Bundan heç nə qalmayıb. 30-luqdan isə 17 dənə qalıb. Çünki 13-ünü satmışam. Növbəti satış olub mart ayının 20-si. Neçə dənə satmışam? 52 dənə. Yenə özümə sual verirəm. Mən hardan götürməliyəm bunu? Birinci gələni birinci satmış hesab edirəm. Birinci gələn hansıdır bu ardıcıllıqdan? 17 dənə. 17 vurulsun 10. Bu bitdi. Keçirəm ikinci. 15 vurulsun 14. Hələ də düzəlməyib. 17 və 15. Hələ ki 32-si düzəlib. Geriyə 20 dənə qalır. Gəlin sayı dəyişin burada yoldaşlar. Purchase 40 olmasın, 39 olsun. Geriyə 20 dənə qalıb. Yəni 52 dənə satmışam axı. 52 dənədən 32-sini tapmışam hardan götürdüyümü. 52-yə tamamlamaq üçün 20 element lazımdır mənə. O 20 elementi də sanki bu 39-dan götürmüşəm. Yəni üstə gəl 20 vur 6. Nəticə etibarilə maya dəyərim nə qədər olacaq bu 52 dənə üçün? Cavab. Bir daha yazıram. Bu 30-dan əvvəlcə 13-ünü satmışdım. 17-si qalmışdı. 17 vur 10. Üstə gəl. 15 vur 14.
Üstəgəl bu 39-dan da 20-sini götürdüm. 20 vur 6. Bunların cəmi olur mənim maya dəyərim. 52 dənənin maya dəyəri. Satılmış malların maya dəyəri. Bəs yaxşı, məndən soruşsalar 28-ci tarixində anbarında nə qalıb? Cavab 19 vur 6 qədər. Bəs sual verə bilərsiniz. Yaxşı, Ramin, bəlkə mən heç bu 85 dənəni satanda, bəlkə elə əvvəldən buradan başlamışam. Geri qalan bu 20 dənədən qalıb. FIFO metodda o mənə maraqlı deyil. O ambardarın problemidir. Bu mənə nə problem yarada bilər? Məhsul xarab ola bilər və s. Bunu qoy ambardar düşünsün. Mən satış eləyəndə qoy fikirləşsin ki, xarab olan məhsulları birinci satım ki, xarab olan dediyim vaxtına bitməyinə az qalmış. Xarab məhsul satmırıq təbii ki. Vaxtının bitməyinə az qalmış məhsulları birinci satım ki, onlar xarab olmasın. Bunu belə düşünün də yoldaşlar. Elə bilin ki, buğda satdırıq və bircə dənə şey var, silomuz var. Mən onun içərisində daimi olaraq buğda tökürəm və o orada qarışır. Mən gedib buğdanı dənə-dənə seçməyəcəm də ki, bax bu buğdanı mən 10 qəpikdən almışam, bu buğdanı nə bilim 12 qəpikdən almışam. Deyə bilərsiniz ki, ağıllı deməli biznesmen onları deməli kisələrdə yığardı, ayrı-ayrı saxlayardı. Yəni şirkətin 5000 ton, 50 min ton küllü miqdarda məhsulu olanda onları kisədə saxlaya bilmir. Məcburdur ki, silolara yığsın, çənlərə yığsın və orada qarışır avtomatik olaraq. Bəli, burada da onun xarab olmasının qarşısı alınır. Amma mühasib buna baxmır, yoldaşlar. Bu mühasibin işi deyil. Mühasibin işi qeydiyyatdır. Yəni bunu fiziki ayırma ilə qarışdırmayın, xahiş edirəm. Bu bizim FIFO metodumuz. İndi keçirəm bunun vizual görüntüsünə. Gəlin görək rəqəmlər necə görsənəcək. Əgər FIFO metodunun rəqəmlərindən danışsaq, ayın 16-sı tarixində fikir verin, ilk satışım olub. 33 dənə vurulsun 30-dan. 990 gəlirim var. Maya dəyəri bunun hardan formalaşıb? Fikir verin. 20 vur 5, üstəgəl 13 vur 10. Bayaq tapdığımız rəqəm 230. Ayın 16-sı mənim nə qədər gross profitim var? 760. Ayın 20-sinə gəldim. Satışım 52 vur 38 manat. Revenue'm bu qədər. Bəs cost of goods sold'um nə qədərdir? Baxın. 17 vur 10. Hardan aldıq 17? Bayaqçı 17-dir. Qalan 17. Üstəgəl 15 vur 14. Üstəgəl 20 vur 6. Niyə 20 vur 6? Çünki 52 dənədən ilk 32 dənəsini buradan tamamladım. Geriyə 20 dənə tamamlanmamış hissə qaldı. Onu da 39-un içərisindən götürdüm. Bəzi testlərdə soruşar. Bu əməliyyatlardan sonra ambar qalığının dəyəri nə qədərdir? Cavab 19 vurulsun 6. İndi gəlin keçək AFCO metoda. AFCO metodun iki tipini görəcəyik. Bir, periodik, iki, perpetual. İkisi də bir-birinə çox oxşardır və ya continuous. Continuous nisbətən çətin olanıdır. Gəlin çətindən başlayaq. Digəri bizə rahat gəlsin. Oxşar rəqəmlərdir. Alış və satış tarixləri görsənir burada. Başlanğıcda satış eləmişəm. 33 vur 30 qədər. İndi sual. AFCO metoddan istifadə edirəmsə, AFCO nədir? Average cost. Yəni orta dəyər metodu. Burada proses necə gedir? Hər dəfə təzə alış olanda məhsulun orta qiyməti tapılır. Gəlin baxaq. Satış günü nə vaxtdır? Ayın 16-sı. 16-sı günü hələ satmamışam heç nə. Ambarımda nə var? Ambarımda 65 dənə məhsul var. 65 dənə məhsulun bütöv dəyəri buradadır. Yəni 610. Gəlin burada da adlarını yazım, deməli.
Bu olacaq total value in dollars. Burada da purchase price in dollars. Say that again. Mhm. Totalda 610 dollar var. Okey Kamil, təşəkkür edirəm məlumat üçün. 610 hardan alınıb? 100 üstəgəl 300 üstəgəl 210. Orta dəyər cəmi dəyər, yəni total value bölünür cəmi say. Yəni total numbers. 610-u 65-ə böldüm. Orta dəyər oldu 9 təxminən. Bu təbii ki, bütöv 9 deyil yoldaşlar. Burada kəsir var. 9,38. Yəni satış günündə ambarımda olan bütün məhsulların orta qiyməti bir dənəyə düşən 9,38 idi. Neçə dənə satmışam? 33. Deməli, mənim satış günü, yəni 33 dənənin maya dəyəri, baxın, 33 vurulsun 9,38-dən olub. Burada artıq mənim 5, 10 və 14 kimi rəqəmlərim yoxdur. Mənim təzə qiymətim var, dəyərim var. 9,38. Köhnə dəyərlər qüvvədən düşdü. Ambarımda nə qalıb? Burada 55 dənə var idi. Daha doğrusu 65 dənə var idi. 65-dən 33-ünü satdım. Qaldı 32 dənə. 32 dənənin cəmi dəyəri nə qədərdir? Cavab 32 vur 9,38 qədər. Bəs yaxşı, satdığımın dəyəri nə qədərdir? 33 vurulsun 9,38 qədər. İndi keçirəm təzə, növbəti satışa. Növbəti satışım nə vaxtdır? Baxın burada. Neçə dənə satmışam? 50 dənə. 50 dənəni satmamışdan qabaq ambarımda nə var idi? Özümə sual verirəm. Ambarımda deməli 65 dənə var idi. 33-ünü satmışdım. 32-si qalmışdı. Bu 32-nin 5-i, 10 və 14. Belə mi hesablamalıyam? Yox. Bunlar artıq mənə lazım deyil. Çünki mənim təzə qiymətim var. Ambarımda 32 dənə qalsa da bunlara baxmıram. Bunların orta qiyməti 9,38-dir. Təzə bundan istifadə edəcəm. Ambarımda nə qədər var sualının cavabı 9,38 vurulsun 32-dir. Üzərinə nə əlavə eləmişəm? 40 dənə vurulsun 6. Yəni bu hissə üzərinə gəlinsin 40 vur 6 qədər. Başqa sözlə, ambarımda cəmi 72 dənə məhsul var. Bu 72 dənə nə qədər total dəyərə sahibdir? Gəlin baxaq. Baxın. Gəlin belə hesablayaq. 32 dənə vurulsun hər biri 9,38-dən. Razısınız? Bəli. Üstəgələk 40 dənə vurulsun 6 dollardan. Nəsə səhv oldu bir dəqiqə. Deməli 33, 65, qoy təkrar hesablayayım. 32 vur 9,38 üstəgəl 40 vurulsun 6. Hə, indi düzəldi. Okey? Yəni mənim total dəyərim 540-dır. Cəmi neçə dənə var? 72. Artıq mən təzə qiymət hesablayıram. 540-ı bölürəm 72-yə. Baxın yoldaşlar. Bu hesablamadan sonra mənim nə 10, nə 14, nə 5, nə 6,
nə də 9,38-lik dəyərim yoxdur. Mənim təzə dəyərim bir dənə üçün 7,5-dır. Köhnə bütün qiymətləri hesabatdan sildim. Yəni hər dəfə təzə orta dəyər hesablayıram. Neçə dənə satmışam? 50. 50 dənənin bir dənəsi neçədəndir? 750-dən. 50 vur 750 eləyib 375. 375. İndi sual. Ramin, ambarında nə qədər məhsul qalıb? Cavab. 22 dənə qalıb. Hər biri 7 yarımdan. Ambarımda closing inventory nə qədərdir sualına cavab 165. Bu bizim perpetual, yəni continuous metodumuzdur. Continuous metod mənə nə deyir? Hər dəfə ambara alış olduqca hər dəfə orta qiymət hesabla, hər dəfə. Tezlərdən narahat olmayın, bunun yalnız hesablaması düşür. Praktikada bunu proqram hesablayır. Yəni oturub hər dəfə durub bir-bir hesablamalı deyilsiniz. İnşallah ki, proqram hesablayır şirkətlərdə. Çoxlarında belədir, yəni ümid edirəm əllə hesablayan müəssisə qalmayıb. Və indi keçirəm nisbətən rahat metoda, periodik metod. Periodik metod özünü əziyyətə salmır. İlin sonunda bircə dəfə hesablayır. Periodun sonunda o da. İl deməyim, periodun sonu deyim. Nə baş verir? Bax, deyir ki, bir-bir hesablayınca qoy periodun sonu hesablayım. Periodun sonu nə vaxt? Baxın burada deyək ki, closing. Neçədən ambarıma məhsul gəlib? 105 dənə. Onların cəmi dəyəri nə qədərdir? 850. Hesablasaz bunu 850-ni görəcəksiniz. Deyir qoy elə 850-ni bu 105-ə bölüm, orta qiymətimi belə tap. Vəssalam. Məndən soruşsa nə qədər satmısan? Bu qədər. Yoldaşlar, bu sonuncu sales'i hələ ki ignore eləyin. Sonuncuya baxmayın. Sadəcə 88 vurulacaq 8 ona. Və məlum məsələdir ki, yoldaşlar, bunlar, fikir verin, fərqli nəticələri verir bizə. Normaldır. Çünki fərqli metodikalardır. FIFO, LIFO, AFCO. Üçü də fərqli nəticə verir, təbii ki. LIFO bizim üçün prohibiteddir, yəni qadağan olunub, istifadə etməyəcəyik heç bir halda. AFCO və FIFO-nun istifadəsi, hətta AFCO-nun metodikalarının içərisində də nəticələr fərqli olur və həmişə də belə olacaq. Vəssalam. Bu da bizim FIFO, LIFO və AFCO